Tramvay alırsan, görsən. Xalq artisti Nazbəri Dostəliyevanın ad günü olub. Mədəniyyət naziri Adil Kərimli müğənnini təbrik edib. Nazir Nazbəriyə təbrik məktubu göndərib. Sənətçi onu izləyiciləri ilə bölüşərək təşəkkür edib. Aktyor Cövdət Şükirovun 3-cü övladı dünyaya gəlib. Bu haqda aparıcı Aytəkin Mərdanova qonaqcanlı proqramında deyib. O bildirib ki, aktyorun qızı doğulub. Cövdət bildirib ki, övladına Zərifə adını qoyub. Qeyd edək ki, Cövdət 3 dəfə ailəli olub. Onun ilk nikahından 2 övladı var. Aktyor bir müddət əvvəl aktrisa Gülçin Qasımova ilə ailə qurub. Aparıcı Lalə Azərtaş evini nümayiş etdirib. Aparıcı evindən görüntü yayımlayaraq onu yeni il ab havasında bəzədiyini bildirib.